Hər kəsə salam, mən hal-hazırda Tacikistan paytaxtı Düşənbədəyəm. Buraya Özbəkistan üzərindən gəldim. Keçid zamanı gömrük postundan hər hansı bir problem olmadı. Əksinə mən düşünmüşdüm ki, sual verərlər ki, bəs nəyə gəlmişsən, niyə gəlmişsən falan kimi. Amma heç biri olmadı. Xoş qarşıladılar, pasportu kontrolü yoxlandan sonra dedi ki, pasportu verən zaman dedi ki, buyur bura falan. Çox xoşuma gəldi. Yəni girişim yaxşı oldu. Ümumiyyətlə Özbəkistanla Tacikistan sərhədində insan sayı çox az idi. Yəni keçənlər çox az idi və Tacikistan tərəfdə Düşənbəyə oradan keçidləndən sonra avtobus yox idi. Minik maşınlar idi. Onlarla getdik. Təxmini səhv etmirəmsə 220 somoni verdim mən. 220 somoni. Bu da ki 35 manata yaxın bir məbləğ edir. Düz Düşənbəyə kimi yol təxmini 4 saat çəkdi. Düşənbə şəhərinə birbaşa avtobus mən gedən zaman yox idi. Yəni mən tapa bilmədim. Soruşdum, dedilər ki olmur. Yəni deyəsən bir dəfə mi olur? Nədirsə belə bir şey dedilər. Amma mən gedən zaman yox idi. Taksicilər orada biraz fırıldaqdılar. Mənə onlar dedi ki, Tacikistan dünyanın ən qonaqpərvər ölkəsidir və o sözün arxasından yalan danışmağa başladılar. Bu da qonaqpərvərliyi yəqin ki simgələyən bir şey idi. Mənə biri gəlib deyir ki 250 somoniya gedirik. Digəri gəlib mənə deyir 230, digəri gəlib deyir 220. Yəni fərqlərini soruşan zaman isə yəni eyni yoldur. Nəyə görə bu qədər fərqlidir? Biri deyir mən daha tez çatıram, biri deyir mən maşın daha konforludur. Biraz qəribə gəldi. Açığı birazcıq mənə o sözdən sonra ki biz qonaqpərvər millətik. Okey, qonaqpərvər ola bilərsiniz, amma fərqli qiymətlərini deməyə birazcıq nə bilim, xoşuma gəlmədi açığı. Düşənbədə yerli bazara gəlmişəm. Bura Mexriqon adlanır, səhv etmirəmsə. Burada məhsullara baxacağam, yerli məhsullara, qiymətlərə baxacağım. Görək fərq varmı, bizdə olmayan nə var falan. Onlara baxacağım burada. Böyle çaylar var. Bu nədir? Quruda oxşayan bir şey. Buralar da çay. Pistaşkalar. Təxmini yəni bizlə eyni qiymətlərdədirlər. Çox nə ucuz bir ölkə deyil, nə də baha ölkə deyil. Orta. Bizlə eyni qiymət. Burada bazar idi. Belə.
Belə qeyd edim ki, Düşənbəyə gələn yollar həmin o sərhəddən dağlı yollardı, perivallarla gəldik. Bir hissəsi qar idi, bir hissəsi sadə düzənli idi. Və axır evə gəldik, Düşənbəyə çatdıq. Düşənbəyə çatan zaman mən biraz şok oldum. Dedim, buradır Düşənbə ya, taksi şoförünə. Dedi ki, bəli, buradır. Çünki həqiqətən şəhər, bir paytaxt havası yox idi. Belə qeyd edim. Biraz dağın içində olan bir şəhər kimi gördüm buranı. Sadə bir şəhərdir. Mən Düşənbəyə gələn gün 29 mart idi, şənbə günü idi. Və taksidə gəlirəm şəhər mərkəzində, görürəm ki, çox az adam var da. Yəni paytaxt olasan, bu qədər az bir adam olar. Daha sonra taksi şoföründən soruşdum ki, bəs niyə bu qədər azdır da? Normalda belə az olur insanlar. Onun növbəti günü burada da bayram idi, 30 Mart, Ramazan bayramı. Taksi şoför dedi ki, ola bilər ki, şəhər kənarına gediblər və yaxın qohumlarına ziyarətə gediblər. Onun üçün azdır, amma normalda çox olur. Və 2-3 gündür hal-hazırda buradayam. Belə baxıram ki, həqiqətən adam çoxdur. Yenə də az gəlir, yenə də azdır. Amma bir şey deyim ki, günorta saatlarında az adam var. Amma axşam saatlarına doğru keçəndə biraz adam sayı çoxalır. Mən elə gördüm şəxsən. Səssiz ölkədir, heç kəs sizə heç bir söz demir, rahatdır. Mən şəxsən biraz çəkinirdim buradan, çünki Əfqanistana çox yaxında axı, sərhəd olaraq. Dedim ki, yəni, ola bilər Əfqanistan kimi bir sərt bir ölkə olar, amma elə deyil. Əvvəl olaraq Tacikistan Düşənbə şəhərində mənim diqqətimi çəkən bir şey oldu. Bilmirəm, Tacikistan hər yerində belədir, yoxsa sadəcə Düşənbədə belədir. Ən çox mən yeni yetmələri gördüm və oğlanları daha çox gördüm. Yəni o qədər xanımları çox görmədim. Və həmin o yeni yetmələr, oğlanlar talpa şəklində gəzirlər. 17-18 yaşları olar. Hamısı belə talpa yığılışıb bir gəzirlər. Çox maraqlı gəldi. Görürsən, sadəcə bu Düşənbədədir, yoxsa Tacikistan hər yerində belədir. Hal-hazırda mən Düşənbə mola gedirəm. Əvvəl getmişəm. Sadəcə bizdəki mollardan və bu vaxta kimi bir neçə ölkə gəzmiş biri olaraq oradakı mollara qiyaslayanda paytaxtın molu, Düşənbə mol bu qədər balaca olacağını heç düşünməzdim. Çox balaca bir moldur. 2 mərtəbədir. Əslində içində yemək restoranları falan var. Sadəcə olaraq ölçüsü balacadır məncə. Bu da Taciklərin Eyfelidir. Düşənbə molun tam yanındadır. Əlavə olaraq bir şey dediyim ki, burada yol keçid mədəniyyəti deyə bir şey məncə yoxdur. Çünki qırmızı işıq dayanır, maşınlar dayanır və yaşıl işıq piyadalar üçün yanır. Piyada keçidindən mən keçirəm, yaşıl işıqdır mənim üçün piyada. Digər tərəfdən maşın gəlir, heç dayanmır, gözləmir ki, piyada keçidi yaşıldır və ki, yol verim daha. Böyle sürməyə çalışırlar üstünə. Bəyənmədim şəxsən bunu. Və Düşənbə mol. Dönən qapı işləmir. Özünüz əlinizlə itələməlisiniz. Və burası Düşənbə moldur. Gördüyünüz kimi çox balaca bir moldur. Demək olar ki, mol deyə bilmərəm də bura. Belə balaca bir yer. Bura yeməkxanadır. KFC falan var burada. Bakıda olduğu ki, burada da KFC aparatlar var ve özünüz bizim kartlarla ödeyiş edebilirsiniz. Qarşı isə Kira parkıdır. Düşənbənin mərkəzində bir yerdir.
Daha hazırda bu Kira Parkı'nın yanında bizim səfirlik de var. Da size göstereceğim bizim səfirliyimizde. Dostlar, orada bizim səfirliyimizdir. Burada yerleşir. Bir şey dediğim ki, Düşənbənin küçələri çox təmizdir. Hər yer yaşıllıq, əlavə olaraq tülpanlar əkiblər, çox gözəldir. Yəni mənim çox xoşuma gəlir. Hətta tülpanlar renkli, fərqli renklərdədir. Yanlarından keçən zaman belə onların qoxusu çox gözəl olur. Qarşıda gördüğünüz yer Gürcüstan restoranıdır. Gruziyski restorandır. Gürcüstanlara məxsus restoranlar hər yerdə var demək olar ki. Mən Rusiyada da gördüm, Özbəkistanda da gördüm, Tacikistanda da görürəm. Mən Tacikistana gələndə Düşənbəyə yolda gələn zaman taksi şoförü mənə bir neçə yeri göstərmişdi. Hətta bu arxamda gördüyünüz yeri göstərmişdi ki, bura Düşənbənin ilk yaşayış binası kimi belə bir şey demişdi səhv etmirəmsə. Yoxsa ən uzun binası mı demişdi. Tam bilmirəm, xatırlamıram. Amma nəsə bir önəmli bir bina olduğunu mənə demişdi buranın. Bu isə əsas meydandır. Somoninin heykalının olduğu yer və bayraq meydanı da var burada. Baxın, hər yer çiçək, yaşıllıq. Çox gözəl. Kim fikirləşirsə çox gözəl fikirləşir. Bura isə Somoninin heykelinin olduğu parkdır. Rudaki Parkı deyirlər, səhv etmirəmsə. Həmin parkdır. Və yanında bayraq meydanı da var. Somoninin heykelinin önündə videomuz olsun. Ay Allah, burada nə qədər şəkil çəkənlər var. Yolda yeriyirsən, şəkil çəkilir. Sonra gəlirlər, deyirlər ki, bəs falan qiymət qarşılığında sənin telefonuna ata bilərik. Dəhşət. Rudaki Parkın içində buranın milli kitabxanası var, səhv etmirəmsə. Bura kitabxana olmalıdır. Və bu parkın sonuna kimi gəldikdən sonra buradan belə bir mənzərə ilə qarşılaşmaq mümkündür. Yəqin ki, bunu şəlaləni burada özləri düzəltdilər. Rudaki Parkı'ndan çıxanda biraz qabağa gedəndə burada bayraq meydanı da var. Buraya geldim. Burada da aslında böyle parkdır. Hazırda bayraq meydanındayım. Burada bayraq meydanı olan bir parkdır. Arkamda da gördüğünüz Tacikistan bayrağıdır. Rudaki Parkı'ndan tam çıxışda dümdüz gələndə orada. Burada hal-hazırda hava çox yaxşıdır.
Soyuq değil. Bugün 1 Aprel'dir. Tacikistan paytaxtı Düşənbədən də birbaşa Bakıya uçuş var. Azərbaycan hava yollarıdır. Təxmini mən o vaxtı dekabr ayında almışdım bileti. Aprel üçün 2 Aprel almışam bileti. Mən 140 manat almışdım. 10 kilo bagajı var idi. 10 kilo bagajla. Məncə yaxşıdır qiyməti 140 manat idi. 140 yox, üzr istəyirəm. 120 manata almışdım. 120 manatı məncə yaxşı idi qiyməti. Gəlmək olar yəni, pis ölkə deyil. Biz sakit ölkədir. Sakitliyi sevənlər gələ bilər. Bura isə Taciklərin Maliyyə Nazirliyidir. Dövlət yerləri və gəziləcək yerlər çoxu yan-yanadır. Düşənbədə ilk dəfədir belə bir uzun probka görürəm. Çünki 3 gündür buradayam, ilk dəfədir görürəm. Tacikistanda belə bir şey yaxşıdır ki, Düşənbədə deyirəm. Burada taksiləri yolun kənarına saxladırsam, Türkiye'de olduğu kimi taksimetre var. Minirsən nə qədər yol getsə orada görünür, yəni neçə manat ödəmə, neçə somoni ödəməli olduğunu. Çox qəşəngdir. Mənə taksi şoförü əslində başa salmışdı. Təxmini 1 kilometr mi yoxsa neçəsə kilometr getdikdən sonra müəyyən qədər geriyə qalan 1 kilometrinə 2,5 somoni idi, səhv eləmirəmsə. Neçəsə kilometrə qədər 10 somoni idi. Ondan sonra hər kilometr üçün 2,5 somoni belə bir şey idi, səhv eləmirəmsə. Mən izah eləmişdim, amma yadımdan çıxıb həqiqətən. Amma sərfəlidirmi bizə baxanda? Eyni qiymətə gəlir. Çox baha deyil. Normaldır qiymətlər. Bura isə Novruz sarayıdır. Düşənbədə gəziləcək yerlər siyahısındadır. Maraqlıdır. İçi, hamı çox tərifləyir içini. Hal-hazırda onun içinə gedirik. Görək nə var içində. Bu divanın üstünde oturup yemek yiyirlər. Ne güzel. Biraz maraqlı yerdir. Girişte o kadar kapı var ki hardan girmək lazımdır adam bilmir. Birindən soruşum görək hardan girmək lazımdır. Bunun içini görə bilmədim. Getdim bütün qapıları açdım. Bilyard otağına girdim, bowling otağına girdim, kinoteatra girdim. Ama əsas yerə girə bilmədim. Sonra çölə çıxanda mühafizəçidən soruşdum. Dedim ki, evet, giriş necədir burada? Dedi ki, saat 9'dan 5'e kimi işləyir və mən hal-hazırda 7'ye işləyir saat. Biraz gec gəlmişəm. Ona görə bağlanıb. Burada o Novruz sarayının yanında olan parkdır. Belə bir balaca göl var burada. Hələ remont gedir. Tamamlanmıyor. Yəqin ki, yaxın zamanda tamamlanar. İnşallah bir də tamamlamanın zaman gəlib görərəm. Köprü dilə gəlir. Mahnı oxuyur.
hissəsi hökumət binalarıdır. Görəsən burada polislər rüşvət alır. Çünki mən nə vaxt görürəm, yolun qırağında polis hər dəqiqə bir maşın dayandırır. Maraqlıdır. Tacikistanda qeydiyyata düşmək lazımdır. Yoxsa ölkədən çıxan zaman cəriməliyirlər. Mən elə bil ki 4 gündür buradayam. Qaydiyyə 10 gündən çox qalsam burada 10 günə kimi qeydiyyatdan keçməlisən. Mən ChatGPT-ə baxdım, orada 3 günü yazmışdılar, amma rəsmi mənbələrdə 10 gün idi. Bunu da nəzərinizdə saxlayın. Əgər Tacikistana gələrsənizsə, mütləq qaldığınız yer barədə yaxın polis strukturunda səhv etmirəmsə, qeydiyyatdan keçməlisiniz. Burası İstiklal Meydanı olan yerdir. Baxın, oradır. Yəni yazılışdan da başa düşür. Yazılır Maydoni İstiklal. Yəni ki İstiklal Meydanı. Burası düşmək olur. Taciklerin İstiklal Meydanı'na da geldik. Buranı da gördük. De facto mavi bu markalar Tacikistan'da da var. Burada Tacikistan parlament yazmışlar. Başa düşmürəm orada yazmışdan. Ya yazmışdan elə tuturam ki parlamentidir bura. Hazırda qaldığım yerə gedirəm. Akşam burada saat 2'nin yarısı, bura saatindən. 2 yox, 3'ün yarısı, üzr istəyirəm. Bizim saatla 2'nin yarısı. Uçuşum var Bakıya. Artıq vaxtı gəldi dönməyin. Görək necə olur.